Azərbaycan vətəndaşları indiki vizada ləğv olunacaqdır çox güman. Kommunist Avropasına getməkdənsə, kommunist Çinə gedib oradakı iş etikasını öyrənsinlər, oradakı zəhmətkeşliyi öyrənsinlər, oradakı dəyərləri öyrənsinlər. Çünki biz Avropaya gedirik və hardasa miflər içində yaşamağa başlayırıq. Düşünürük ki, biz də belə yaşamalıyıq, baxmayaraq ki, qazanc perspektivindən, müstəqillik tarixi perspektivindən, həm də ki, bəlkə dəyərlər perspektivindən uzaq və yaxşı mənada uzaq. Ailə institutları perspektivindən bizim dəyərlərimiz onlardan qat-qat yaxşıdır. Tolerantlıq baxımından qat-qat yaxşı. Azərbaycanlılar rasist deyil, Avropanın əksəriyyəti rasistdir. Və məhz bu dövlət quruculuğu və iqtisadi quruculuq perspektivi, mən düşünürəm, Çindən biz daha çox şey öyrənə bilərik yaxın 10 illikdə, nəinki Avropada. Ona görə mən bəlkə çağırardım ki, həm iş etikası perspektivindən texnologiyaları, bilik, bacarığı onlardan alaq, həm də ki, mədəniyyətləri ilə biraz yaxşı tanış olaq. Görək ki, real olaraq necə zəhmətkeş insanlar 30 il ərzində çox kasıb ölkədən çox varlı ölkəyə gəlib çıxa bildilər. Və bu nümunədən də biz də nədənsə bəhrələnə bilərik.